Salam dostlar. Bugün Kar Simulator'un 2. bölümüyle karşınızdayım. Ben video çəkməyəndə çox şey eləmişəm. Məsələn, BMW 8, sonra nə qədər qarajda almışam. Öbürsü maşınlarımı da gedək sizə göstərim. Hə, bir də Nivan var. Bir də Nivan'da o göstərməyə şey də yoxdur. Yenə də göstərəm də çox qardaşlarım. Baxın, bir dənə BMW 8 aldım. Sonra belə bir dənə maşın almışam. Qəşəng maşındır, sürətli maşındır. İndi bir də Nivan göstərək, sonra gedək bu BMW qardaşımızı gedək şey eləməyə də, modifiyə eləmək deyə. Buradan bir dənə sürüşdürək. Zor sürüşür ha bu BMW'de. Buradan bir dənə qəşəng sürüşmək olar. Uf. Ne qəşəng idi bu. Oo, bu telefon dolandı, hələ bir şey eləyir. Sürüşürmüş. Dostlar, Kar Simulator'un 3. bölümünə gəlmək istəyirsinizsə izləməyiniz və like atmağınız və şərh yazmağınızla bəsdir. Siz onları edin, onsuz Kar Simulator'un 3. bölümü gələcək. Arkadan da Firtet'e bakıram. Oy. Köşeye sürüştü. Diyesen burada da maşınım var ama. Ha bakın. Bir tane de böyle galikim var. Bir tane de böyle neydi adı? Yaşıl renkli bir tane kan vardı diyesen. Kan varım var ha. Cici bura. İndi BMW'ye 5 Heradok netar olar. Ay yok ha. Pis olur. Normal idi. Buraya istemiyor biz. Sonra biraz bunun motorunu gücləndirək. Motor. Bu nədir belə? Allah da bunu. Hamısını gücləndirəcəm. Neyi var hamısını güclən? Sonra ne qara bilərik buradan? Bu taksi işarəsini qoyaq. Yorumlara yazarsın mı qoyaq? Mesela bak bunu. İstəsiniz qoyaram. Neyse. Gedək o bir yerə reklam olmasıydı. Bu ne de la? İndirmə düşüb bu. Mama deyim gərək alsın özünə. Neyse. Oho, buraya gedək. Bura rəngləmə yerdə deyəsən. Nağara bu. Firtet'in videosunda nağara. Bu inattırdı. Bu yok. Uf, böyle de zor durmuş. Gümüş de zor durdu. Gözlüyorum.
Yorumları zordur deyə. İndi mən qırmızı eləyirəm. Siz indi nə? Mən 07'ni də satdım ha. Mən 07'ni də satdım 100 minə. Biri istəyirdi satdım da 100 minə. İndi bu BMW-ni də hansı rəng istərsiniz yorumlara yazarsınız. Mən də eləyərəm. İndilik mən qaran bəyəndim, qaran. İndilik mən qaran bəyəndim. Nə istərsiniz deyirsiniz eləyərəm. Burada üf reklama baxaram mənə görə. Zor desən öldü. Bu yalandır. Dostlar bu yalandır. Yanına 120 FPS zat eləyir. Hani ben 120 FPS idim. 785 FPS idi, 120 FPS oldu həmişə. Bu düz olsa, bu yorumlara yazarsa, bu düzsə, mən də indirib kar simulatora yox hə. Kar simulatorda FPS yoxdur. Neyse. Bu da zor oldu ha. Uy dada. Bunda her renkte ha. Yok hala. Bu ne olsun? Dostlar. Buraları böyle kırmızı olsun. İkinci renk. Bu köy olur ya. Bu da zordur değil. Böyle. Kontakt.az'da 30 mindən çox məhsul çeşidi ilə axtardığını tap. Simulatorun birinci bölümü də çox yaxşı izlənmişdi. 17 baxış kimi bir şey gəlmişdi. Mən baxdığımda o idi. Yəni gəlib baxaram. Əgər Car Simulator yaxşı izlənsə, bölümlərin davamı gələcək. İzlənməsə biraz gəlmək biraz düşəcəkdi. Sonra hansı oyunlar istəyirsinizsə yazarsınız yorumlara. Mən də o yükləyib oynayarıq da yəni. Bölümlər gələr. Bu da zor da. Zordu bu da. Neyse çıkalım da. Maşınımızın rengi zor oldu. Çölde ne zor oldu. Bu reklamlarda. Bir şey de maşın süreyim. Sonra video kurtarardı. Arkadaşlar böyle kolay olur Tarık için. Aşağıda bir lav olmalı. Burası dümdüz çimen şimdilik. Bakın Tarık bile bana böyle. Oy renge bakın. O bize böyle dikenler eklediyse biz de ona şöyle güzel bir lav ekleyelim değil mi arkadaşlar? Kesin bu lavı boylar zaten. Ay dostum çəkildə. Bu yolda olsaydı. Ayda mən o tüssüsün yadımdan çıxdı. Bu tüssü çıxır, o mavi gözad eləyə bilirdi. O da ta gələn bölmə eləyərdi. Qışın. Buradan sonra gedim mən Nivamı göstərim. Nivamı da göstərim ta. Video bağlansın. İndi gələn bölümdə görəvzad eləyəcəyik nə qədər hələ. Hansı görevimi eləmək istəyirsinizsə yorumlara yazın, seçib eləyərəm mən özüm. Nivam deyəsən burada da. BMW çox zordur da.
Mercedes AMG var burada. Olsa almaq istəyirəm. Pulla da olsa almaq istəyirəm yəni. Sonra baxın. Baxın bu da Nivo. İndi mən gələn dəfə bütün maşınlarımı deyəcəm. Deyəcəm də, yəni modifiyə zad elətdirəcəm. O Qalikədə pulla almışdım. O adamı ağırmaq istəyirəm. 10 manat deyəsən, o deyəsən 10 manat 8 qəpik. Ya da dollar zaten belə bir şey idi. Nəysə, videomu bağlayıram. Sağ olun, özünüzdə müğayət olun. Videoda abunə olub like atmağı və şərh yazmağı unutmayın. Sağ olun.